Uşaq olaraq yaşaya bilməmiş bütün sənlər üçün içindəki uşaqla birgə Uşaqlar Günü mübarək. Bəlkə də çoxları səni yetkin, güclü biri kimi tanıyır. Amma mən bu videonu güclü olmağa məcbur edilmiş o uşağa ünvanlayıram. Səni incidən o günü xatırlayırsan, ağladığın o anı, kömək istədin, amma heç kim gəlmədi. Heç kim görmədi və sən o gün qərar verdin. Zəif olmayacaq. Heç kimə ehtiyacım yoxdur. Amma indi sənə bir sualım var. Bəs o uşaq hansı xatirədə, hansı susqunluqda onu gizlətdin? Harda unutdun onu? Bugün 1 iyun Uşaqlar Günüdür. Əllərini ürəyin üzərinə qoy və gözlərini yum. O uşaqla danış. Titrəyən səsindəki o uşaq, o heç vaxt tam ağlaya bilməmiş, heç kimə tam sarıla bilməmiş. O uşağa de, bağışla, səni unutdum. Güclü olmağa çalışarkən səni itirdim. Amma indi buradayam, qayıtdım. Bu dəfə sən danış. Susma, mən səni dinləməyə hazıram. Təkcə onu dinlə. Onun o göz yaşlarını, qorxularını, tənhalığını, hər şeyini dinlə. Qoy bu dəfə o danışsın. Sən dinlə. Bu səfər onun üçün daha özünü yarı yolda qoyma. Onun üçün yaşa, onun üçün güvən, onun üçün gül. Uşaqlar Günü mübarək.